Salam əziz 11-ci sinif şagirdləri, xoş gördük hər birinizi. Mən riyaziyyat müəllimi Vüsəl Əsədov. Sizlər üçün bugün 11-ci sinifin buraxılış imtahan suallarının izahını verəcəm. Suallara baxmazdan əvvəl kanalımıza zəhmət olmasa abunə olun ki, növbəti videolarımızı izləyə biləsiniz. Canlı hazırlıqlarımız, əyani hazırlıqlarımız Gəncə şəhərində keçirilir. Onlayn hazırlıqlarımız da mövcuddur. Onlayn hazırlıqlara yazılmaq istəyənlər 051 648 5407 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Fevral ayından 11-ci sinif buraxılış sinifləri üçün sınaq qrupu, sürət qrupu açılacaq. O sınaq qrupuna qoşulmaq istəyən şagirdlər bu nömrə ilə əlaqə saxlaya bilərlər. Keçək suallarımızın izahına əziz şagirdlər. 31 nömrəli tapşırıqda moda və medianın həndəsi ortasını soruşur bizdən. Bilirik ki, deməli, moda nədir? Moda ən çox təkrarlanan ədədlər sırasında. Moda 9-a bərabərdir. Ədədlər sırasını artan sıra ilə düzürük. Median ortada qalan ədəddir. Onsuz da ədədlər sırası artan sıra ilə düzülüb. Ortada qalan ədədimiz 4 oldu. Median isə oldu 4. Həndəsi orta bilirik ki, ədədlərin sayı kökün dərəcəsində yazılır. Ədədlərin sayı 2-dir deyə 2 kökün dərəcəsində yazılmır. 4 vur 9. Belə də 6. Cavab oldu 6. C variantı. 32 nömrəli tapşırıqda paralleqramın təpə nöqtələrinin koordinatları. Düzbucaqlı koordinat sistemində yazmıram. Elə beləcə yazıram. 2 mənfi 2. B'miz mənfi 4, 6. C'miz mənfi 1, 3. D'miz A, B. Bilirik ki, bu paralleqram diaqonalları kəsikəndə yarıya bölünür. Orta nöqtəyə görə belə bir qayda alınır ki, qarşı təpə nöqtələrinin uyğun koordinatlar cəmi bərabərdir. Yəni, A-4 bərabərdir 2-1-ə. A, B ilə D'nin uyğun koordinatlarının cəmi A ilə C'nin uyğun koordinatlar cəminə bərabərdir. Buradan 1A bərabərdir, aldıq A-nı 5 tapdıq. Sonra B minus A, B plus 6 bərabərdir. Mənfi 2 plus 3. Oradan da B bərabərdir. Mənfi 5'ə. 1 eləyir, birdən mənfi 5. A plus B'nin cəmini soruşur. Mənfi 5, 5 elədi 0. 33 nömrəli tapşırıqda tənbölənə aiddir alfa, alfa. D'ye AB'ye paraleldirsə o saat burada çarpaz bucaqlar alınır. Bu da oldu alfa. B'yemiz 3'dürsə burada oldu 3. Burada oldu 3. YS'ni verib bizə 6. YS'ni verib bizə 6. Bizdən soruşur AB tərəfinin uzunluğunu tap. AB'nin uzunluğunu. Oxşarlığa görə bura 2 alfadırsa oxşarlıqla da getmək olar. Tənbölənlə də getmək olar. Burada 2 alfadır. Bura bettadırsa, burada bettadır, bu da qammadır. 6'nın 3'ə nisbəti bərabərdir. Ümumi 9'un x'ə nisbəti. Buradan da x'i tapıram 4 onda 5. Variant oldu A variantı. 34 nömrəli tapşırıq. Trigonometrik tənliyə aiddir. Kvadratlı dərəcənin aşağı salınma düsturudur. 2 vurulsun. 1 minus kosinus 2x. 2'ni x bölü 2'ye vuranda elədi kosinus x bölü 2 bərabərdir 1'ə. Buradan kosinus x bərabərdir 0'a. Kosinusun 0'ı xüsusi həlli idi. Pi bölü 2 plus pi k. Variant oldu A variantı. 35 nömrəli tapşırıqda C mediandırsa, median bilirik ki, düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Burada oldu x. B bucağımız 50'dirsə, 40'dırsa A bucağımız 50 olur. Burada bərabər yanlış bucaqdır. Bura 40'dırsa burada 40'dır. Bura 50'dir. Bizdən soruşur A, M, C bucağını. Burada oldu 80 dərəcə. Variant oldu C variantı. 36 nömrəli tapşırıqda üslü funksiyanın grafikidir. Bilirik ki, üslü funksiya A üstü x'də A1'dən böyük olanda artan olur. Artanın grafiki soldan sağa yuxarıya qalxan hissə. B variantı. 37 nömrəli tapşırıq x kiçikdir 1 şərtinə görə bu bizdə x minus 2'nin kvadratıdır. Bilirik ki, cüt dərəcədə modulda çıxır. Modulda üstə gəl x minus 2.
X birdən kiçik olduğuna görə bu mənfidir. Mənfini qarşıya atıram. X'in kvadratı çıx x çıx 1 çıx x plus 2. Bu da bizdə verdi. X kvadratı minus 2x plus 1. Bu da x minus 1'in kvadratıdır. Bundan da modulu çıxdı. Modulda x minus 1. X birdən kiçik olduğuna görə mənfini qarşıya atsam olur. 1 minus x A variantı. 38 nömrəli tapşırıqda əkobdur. Əkob deyirdik, eyni sadə vurğuların qüvvəti böyük olanlar və ya bərabər olanlar və müxtəliflər. Bu da elədi bizdə 4 vur 9 vur 25 elədi 900. Variant oldu C variantı. 39 nömrəli tapşırıq bərabərsizliklərə aiddir. İntervallar üsulu ilə sıfırlarını tapıb qeyd eləsək, məxrəcin sıfırı heç vaxt daxil olmur. 9 daxildir, sürətin sıfırı. 10 versək mənfi, müsbət, mənfi. Bizə lazımdır müsbət olan hissə, yəni bu hissə 3-dən 9-a. Bərabərsizliyin tam ədədlərinin cəmini soruşur bizdən. 4, 5, 6, 7, 8, 9. 4 ilə 9, 13. Bu da 13, 13. 3 dənə 13 elədi 39. C variantı. 40 nömrəli tapşırıqda bərabərsizliyə aiddir. Verib bizə BC-nin 3 olduğunu verib, hamısını verib. Buradan hündürlüyü biz çəksək, hündürlük burada olur 45. Bərabər yanlı düz bucaqlı bucaq 4, 4. Bunu da buradan çəksək, burada 4'dür, bura 3'dür. Burada oldu 3. Bizdən soruşur AD oturacağını 10 cm. Variant oldu A variantı. 41 nömrəli tapşırıqda bu ikisindən x kvadratını çıxarsa alır x plus y. Çıx, mötərizə atsaq x plus y. Aşağıdan x'i çıxarsaq x kvadratı minus 1 qalar. Yuxarıda ortaq vuruq x plus y-i çıxarsaq x kvadratı çıx 1 bölünsün x vurulsun x kvadratı çıx 1. X plus y bölünsün x. Variant oldu D variantı. 42 nömrəli tapşırıqda kvadrat tənliyin köklərindən biri m olarsa tənliyin kiçik kökünü tapın. Kökləri veriləndə ya yerinə yazırıq ya viyet tətbiq edirik. Çevrilmiş kvadrat tənlikdir deyə x 1 plus m bərabərdir. Cəmi əks işarə ilə x-in əmsalına x1 bərabərdir 1. Bu o demək deyil, bunun kiçik kökü 1'dir. İndi kökünün biri 1'dirsə, digər kök x1 vur x2 5'dir. Biri 1'dir, o birisi oldu 5. Bizdən kiçik kök soruşur, bəli. Deməli oldu cavab 1, Y variantı. 43 nömrəli tapşırıqda 1 bölü 9'da 2 bu eləyəcək 2'də 9. Üzərinə gəlinsin. 1 bölü 9'da 5 bu eləyəcək 5'də 9. Vurulsun. Tərsinə çevirsək 7'də 9. Bərabərdir. 9'da 7 idi. Böləndə vurduq. Bu elədi bizdə 10'da bunu 5'e vursaq, bunu 2'ye vursaq. 63 vurulsun. 7'də 9. 8 onda 1. Variant oldu D variantı. 44 nömrəli tapşırıqda trigonometriyə aiddir. Tangents 60 bölü sinus 20. Tangents 60 bölü sinus 20. Tangents 60'da kök dəyişdi. Belə yaza bilərik. Çıxısı bölünsün sinus 20. 1 böl kosinus 20. Burada elədi sinus 20'də kosinus 20. Kök 3 kosinus 20. Çıx sinus 20. Burada köməkçi arqument var. A sinus x plus b kosinus x-də kvadratlar cəmini çıxarsaq, yəni bu 2'ni çıxarsaq, burada qalır 2'də 1. Bağışlayın. Kök 3 bölü 2 kosinus 20. Çıx 2'də 1 sinus 20. Bunu da sinusun toplama düsturuna aşağı da eləyir. 2'də 1 sinus 40 dərəcə. 2'də 1 sinus 40 dərəcə. İndi biz bu yuxarıda kök 3 bölü 2'nin yerinə sinus 60 yazsam, bunun da yerinə kosinus 60 yazsam, bu sinus alfa minus beta'nın düsturudur. Yəni
2 sinus 40 dərəcə. 60-dan 20 çıxanda 40. Bölünsün 2-də 1 sinus 40. Bunlar getdi qaldı 4. Başqa cür də eləmək olardı. Heç tangents 60 yazıb oradan da tapa bilərdik. 45 nömrəli tapşırıqda çoxluğun 2 elementli alt çoxluqlarının sayı. 2 elementli alt çoxluqlar 1, 2, 3, 4, 5, 6'dır. 6'dan 2'dir. 3 elementli 6'dan 3'dür. 2 elementli alt çoxluqlarının sayı 3 elementli alt çoxluqlarının sayının neçə faizidir? Bunu faktorial bölünsün 4 faktorial vur 2 faktorial. Bundan bu getdi yuxarıda qaldı 5 vur 6 30 15 elədi bu. 6 faktorial bölünsün 3 faktorial vur 3 faktorial. Getdi qaldı 4 vur 5 vur 6 böl 6 20 elədi. 20'də 15 vurulsun 100. Bu da ixtisar getdi. Elədi 75%. Variant oldu 75%. 46 nömrəli tapşırıqda 4 bucaqlının deməli 46 nömrəli tapşırıqda 4 bucaqlının xaricinə çevrə çəkilərsə qarşı bucaqlarının cəmi 180, 65 bu da elədi 115. 85 bura elədi 95. Bizdə 115 çıx 95 soruşur. O da elədi 20 dərəcə. 47 nömrəli tapşırıqda loqaritma kök 2 əsasdan x. Kök 2'nin belə 2 üst 2'də 1 yazsam bu elədi 2 loqaritma 2 əsasdan x. Plus loqaritma 2 əsasdan x. 4'ü 2 üst deməli 2 üst 2 yazsam bu 1 bölü 2 keçir qarşıya. Bu da elədi loqaritma 2 əsasdan x bərabər 32. Elədi 4 loqaritma 2 əsasdan x bərabərdir 32'yə. Loqaritma 2 əsasdan x bərabərdir 8'ə. 32'ni 4'ə böləndə eləyir 8. X də bərabərdir 2 üstü 8. Bu da 256. 48 nömrəli tapşırıqda kvadratlı ştrixlənmiş hissənin sahəsini verib, ikisi də kvadratlı. Bura A deyirəm, bura B deyirəm. Ştrixlənmiş hissə bilirik ki, böyük kvadratın sahəsindən kiçiyi çıxıram. Bunu yazıram. A minus B vurulsun. A plus B bərabərdir 23. Tam ədədlər deyirsə A minus B-ni 1'ə, A plus B-ni 23'ə bərabər eləyirəm. Buradan A'nı 12, B'ni 11 tapdı. A'nı 12, B'ni 11. Bizdən soruşur M, N, KD kvadratının perimetri. Yəni bu hissənin perimetri. Bu da elədi 4 vurulsun 11 elədi 44. Cavab oldu 44. 48 nömrəli tapşırıqda bayram üçün hazırlanmış hədiyyə qutularının 5'də 2 hissəsi. Bu 5'də 2 hissəsi. Hər gün 40 kutu. Hədiyyə qutularının 5'də 2 hissəsi. Burada hər gün 40 kutu. Qalan hissəsi hər gün 50 kutu. 5'də 2 hissəsi hər gün 40 kutu. Qalan hissəsi isə hər gün 50 kutu paylamaqla 44 günə bitirilməlidir. Hər gün hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tap. Hədiyyə qutularının sayı tutaq ki, sayı x-dir. Bunun deməli sayı x isə 5'də 2 hissəsi hər gün 40 kutu. 5'də 2 hissəsinin deməli hər gün 40 kutudursa, yəni bunun 5'də 2'si vururam 40'a. Burada biz kutu sayını tapırıq. Hər gün 40 kutu. Qalan hissəsi isə hər gün 50 kutu paylamaqla 44 günə bitirilməlidir. Deməli, belə də yaza bilərik. 5'də 2x hər gün 40 kutudursa, burada biz günün sayını tapanda bölürəm bunu 40'a. Burada 5'də 3x dirsə, qalanı qalan 5'də 3x'dir. Bunu da böləcəm 50'yə. Burada günlərin sayını tapırıq. Bunu böləndə biz 40'da 1'ə vuranda eləyəcək bu 100'də 1x. Bunu da 50'də 1'ə vuranda bu eləyəcək 150'də 250'də 3x. Bu da bizdə gün sayıdır. Bu da bizdə gün sayıdır. Bunları toplayıb 44'ə bərabər eləyirik.
%1x üzerine gelsin 250'de 3x bərabərdir 44'e. Biz indi bunun ortaq məxrəci 500'də. Bunu 5'e, bunu biz vuracağıq 2'ye. 5'də 6x bərabərdir 44'e. 11x bağışlayın. Bundan bu getdi qaldı burada 4. X bərabərdir 2000'e. Hədiyyə qutularının sayı oldu 2000. 50 nömrəli tapşırıqda rombdur bizdə. Rombdur bunlar bərabərdir. Bərabərdirsə endeni verib bizə 6, ayını verib bizə 2. Elədi 8. S-in parçasının uzunluğu. Bura 4 oldu. Rombdur tərəfləri bərabərdir. Bura 4 2'dirsə deməli bura 30 dərəcə imiş. Bura oldu rombun iti bucağı oldu 60 dərəcə. Bura oldu 60 dərəcə. Burada oldu bizdə deməli 8. Kosinuslar teoremi ilə x'in kvadratı bərabərdir. 4'ün kvadratı plus 8'in kvadratı çıx. 2 vur 4 vur 8 vur kosinus 120 dərəcə. Bağışlayın burada 60 yox 120 dərəcə. X'in kvadratı bərabərdir. 16 üzərinə gəlinsin 64. Kosinus 120'dən mənfi 2'də 1'dir. Ona görə üstəgəl oldu. Üstə gəlinsin 32. X'in kvadratı bərabərdir. Deməli 80 112. X bərabərdir köşkdə 112. Bir də baxaq, ola bilər nəsə səhv eləyərik. Deməli bizdə ayını verib 2. Ayın 2'dir. Endimiz bizdə 6'dır. Rombun tərəfi oldu 8. Rombdur. Bölündü burada 4 4'ə. Ayım MB'ye bərabər 4 4. Burada oldu 8. Deməli bura 30 dərəcəymişsə iti bucağı oldu 60 dərəcə. İti bucağı 60 dərəcə. Onda bunun kör bucağı oldu 120 dərəcə. Bəli. Bunu da kosinuslar teoremi ilə tapdıq. 4'ün kvadratı 8'in kvadratı çıx. 2 vur 4 vur 8 vur kosinus 120. Bəli. Bu şəkildə. Hesab səhv olmadısa düzdür. 51 nömrəli tapşırıqda bərabərsizliklər sisteminin yeganə həlli var. Bilirik ki, bərabərsizliklər sistemi həllərin kəsişməsi deməkdir. Yeganə həll yəni bir həll deməkdir. Burada biz x'i tapsaq birincidə m-3 bölü 2 alacam. İkincidə x'i tapsam m+4 bölü 2 alacam. Yeganə həll o deməkdir ki, yəni uşaqlar tutaq ki, x böyük bərabərdir 5'dən, x kiçik bərabərdir. Bunun bir dənə həlli var. Ancaq və ancaq 5'dir. Yəni onda bunu biz buna bərabər eləyə bilərik. m-3 bölü 2 bərabərdir m+4 bölü 2. m bərabərdir 7'yə. Bizdən m-m fərqini soruşur, oldu 7. 52 nömrəli tapşırığa baxaq. Çevrə ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində toxunur. BY-ni verib bizə 4, buranı verdi 5. Bura toxunandır. X'in kvadratı bərabərdir 4 vurulsun 4 plus 5. X bərabərdir 6. Bura 6'dırsa deməli bizim bərabər tərəfli olduğuna görə tərəfi 6'dır. Burada qaldı 3. AD parçasının uzunluğu oldu 3 cm. 53 nömrəli tapşırıqda funksiyanın qrafiki apsis oxunu A və B. Apsisi kəsəndə, deməli apsisi kəsəndə Y-ə 0 veririk. Y-ə 0 veririk. Yəni tutaq ki, indi bunu şərti çəkirəm mən. Qollar yuxarıdır. Apsisi gəldi, kəsdi burada. Deyir A2 0'dir. A2 0'dir. Yəni bu o deməkdir ki, apsis Y-ə 0 veririk. X kvadratı çıxılsın A plus 1x plus A minus 4. Bərabərdir 0. 2 0'da kəsifsə deməli bu tənliyin bir kökü 2 imiş. X'in yerinə 2 yazsaq 4 çıxılsın 2A minus 2. Üzərinə gəl A minus 4 bərabərdir 0. 4'lər getdi. Bu tərəfə keçsək A bərabərdir mənfi 2. A-nı mənfi 2 tapdıq. Deməli bizim funksiyamız oldu necə? A mənfi 2'dir. Kökünün biri mənfi 2'dir. Kökünün biri daha doğrusu yox. A mənfi 2'dir. Onda bizim funksiyamız oldu. Fx bərabərdir. X kvadratı üzərinə gəl x
çıxılsın 6. Mənfi 2 yazanda bəli 6. İndi bizdə oldu 6. Köklərinin biri mənfi 2 idisə, biri 2 idisə kökünün, biri x1 2 idisə, digər kökü olur mənfi 3. B deməli oldu, B'nin koordinatı oldu mənfi 3 0. Apsisi kəsəndə kökü. C nöqtəsinin ordinat oxunu kəsmə nöqtəsi isə C'dir. C'də 0 mənfi 6'dır. 0 mənfi 6'dır. X'ə 0 verəndə alınır 0 mənfi 6. Deyir B və C nöqtələrinin apsisləri cəmini tapın. Mənfi 3'ün üstünə 0 gələndə elədi mənfi 3. Bir də məsələyə baxıram. Deməli, fx funksiyasının qrafiki apsis oxunu A və B, ordinat oxunu C nöqtəsində kəsir. A2 0'dır. Y-ə 0 verdim. A2 0'dır, o deməkdir ki, bu tənliyinin bir kökü 2'dir. X'in yerinə 2 yazsam, 4 çıxılsın 2 at, çıxılsın 2, üzərinə gəl A minus 4. 4'lər getdi. A bərabərdir mənfi 2. A'nın yerinə mənfi 2 biz yazsaq, bizim funksiyamız olacaq. Fx bərabərdir x kvadratı plus x minus 6. Bəli. Deməli, bunun bir kökü 2 idisə, digər kökü mənfi 3'dür. Apsisi kəsmə nöqtəsi B idi, mənfi 3 0. Ordinatı da kəsir 0 mənfi 6. Bəli, oldu mənfi 3. Sonra biz baxırıq neçəyə? 54 nömrəli tapşırığa. AB vektoru. AB vektorunu bilirik ki, tapanda sondan başlanğıcı çıxırıq. 2 çıx mənfi 1, o da plus 1. 3 çıx 4. Bu elədir 3 mənfi 1. AC vektorunu tapanda bilirik ki, sondan bax 5 çıx mənfi 1, 6, mənfi 6 çıx 4, mənfi 10. Skalyar hasil uyğun koordinatları vurub toplayırıq. Mənfi 10'un mənfi 1'ə vuranda müsbət 10 edir. Ona görə işarəsini yazmadım. Bu da elədir 28. 55 nömrəli tapşırığa baxaq. Bütün ədlərin müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi x, x kvadratı çıx 1 və 3x plus 4 olarsa. Ardıcıldırsa, deməli bunların fərqləri bərabərdir. 3x plus 4'dən çıxacam, x kvadrat plus 1. 2x kvadratı, bura keçəndə çıx 4x, 5'dir, bura keçəndə çıx 6, bərabərdir 0. Buradan x kvadratı minus 2x minus 3 bərabərdir 0. Buradan kökünün birini tapdım 3, birini tapdım mənfi 1. Bütün ədlərin müsbət deyirsə mənfi 1'i götürmürəm, 3'ü götürürəm, 3'ü götürsək 3, 8, bu da oldu 13. Silsilə fərqi isə oldu 8 çıx 3, 5. Oldu əziz şagirdlər, uğurlar arzulayıram hər birinizə. İnşallah hər kəs yüksək nəticə toplayıb, az yazanlar ruhdan düşməsin. Vaxtımıza hələ bir aydan artıq var, çalışıb yüksək nəticə əldə etmək olar.